Demək, mən Səmədov Vüqar Təyyəroğlu. Mən 2024-cü ildə ikinci təhsil olaraq, baxmayaraq ki, iqtisadçıyam, ancaq bu sənəti çox sevdiyimə görə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət elədim. Bu sənəti daha da teoriyasını bilmək üçün əlimdən gələni o məktəb əsirgəmədi. Mənə bütün incəlikləri öyrətdilər. Mən məktəbimizin kollektivinə, rəhbərliyinə, müəllimlərin hər birinə təşəkkür edirəm. Bu sənəti daha da mənə sevdirdilər. Bu sənətin incəliklərini öyrətdilər. Yəni, mən bundan çox məmnunam. Hansı ki, bu işin incəlikləri çoxdur. Əsas teoriyanı bilməkdir. Yəni, koloristika böyük bir elmdir. Bunu bilmək üçün mütləq şəkildə təhsil almaq vacibdir. Demək, mərkəzi uğurlu bitirdikdən sonra 2025-ci ildə mən qərara gəldim ki, Hacı Aslanovda öz salonumu açım və daha da sənətimi inkişaf elətdirim. Bu uğura görə Peşə Təhsil Mərkəzinin bütün kollektivinə, rəhbərliyinə özlərinin təşəkkürümü bildirirəm. Hansı ki, biz orada bütün incəlikləri öyrəndik və hər bir tələbəyə, bir gənc olaraq əminliklə deyə bilirəm ki, bunu hər bir tələbə uğurla bacara bilər.